Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv olunub. Konkret az məlumat verir ki, bu haqda trendə yerli sakinlər məlumat verib. Qeyd edilir ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Qeyd olunub ki, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Son vaxtlar bəzi bölgələrdə yas məclislərində ehsan verilməsinə qadağalar qoyulur. İsrafçı ehsan süfrələrinin aradan qaldırılması təbii ki, təqdir edilməlidir. Bu da təbliğat yolu ilə həyata keçirilməlidir. Amma inzibati yolla ehsana qadağ qoyulması nə İslama, nə də ehsanın fəlsəfəsinə uyğundur. Mövzu ilə bağlı bizim mediaya danışan ilahiyyatçı Tural İfanın sözlərinə görə ehsan yaxşılıq, xeyriyyəçilik deməkdir. Təkcə yemək süfrəsi deyil, ümumiyyətlə hər hansı mümkün üsulla təmənnasız yaxşılıq etməyə dində ehsan deyilir. Təmtəraqlı yas məclislərinin ehsan adı altında qonaqlıqların yığışdırılması barədə danışılır və israfçılıq olması baxımından bunun doğru olmadığı üzərində durulur. Amma dəfələrlə qeyd etmişik ki, bu ənənəni dinimizə uyğunlaşdırmaqla yoluna qoymaq olar. Deyək ki, dinimizə görə yas yerində yemək yeyilməz yaxud verilməz deyə də bir anlayış yoxdur. Sadəcə yeməyi yas sahibi hazırlamamalıdır ki, o xərci borca düşməsin. Yaxınlar, müsəlmanlar yemək hər sağ aparmalıdır. Ancaq bunu da etməyib. Üstəlik əvvəlki adəti də ləğv etmək təbii ki, ziddiyyət yaradacaq. Tutaq ki, uzaq yerdən yol qət edib yasa gələnlər yaşlı və xəstələr yas yerində bir qurtum su içməməlidir. Bir zərərli adəti ləğv edildiksə, onun yerinə faydalını qoymalıyıq. Yoxsa onu da ləğv et, buna da imkan yaratma, bu doğru deyil. Başqa tərəfdən təmtəraqlı yas məclisi başqadır, ehsan başqa. Tutaq ki, kimsə 50-100 nəfərlik süfrə təşkil edib atasına ehsan verir. Bunun qarşısını almaq heç Sovet dövründə də olmayıb. Biz sadəcə təmtəraqlı yas sahibinin sonra borca düşməsinə səbəb olan məclislərin əleyhinəyik. Yoxsa ümumiyyətlə ehsan verməmək doğru deyil. Bugünün ən vacib problemlərdən biri də bahalı, təntənəli, təmtəraqlı qəbir daşlarıdır. Müxtəlif məmurların xaricdən gətirdiyi mərmər daş materiallarının satışı və onların qazancı üçün bu məsələyə toxunulmur. İmkanlı şəxslər, məmurlar qəbristanlıqları zəbt edirlər, böyük və bahalı daşlar qoyaraq kasıbları da buna bir növü təhrik edirlər. Çünki insanlar qüruruna sığışdırmır ki, atasının qəbri zəngin birinin qəbrinin kölgəsində qalsın. Əslində bunun qarşısını almaq lazımdır. Kasıbın ehsan süfrəsi asandır. Əsi çətin olan ehsan mafiyasıdır. Mərasim evləri xüsusi təşkil olunmuş mərkəzlərdir. Əsi çətin olan qəbir daşları bazardır. İnisara alınmış sahələrdən biri kimi qəbir daşları bazarı müəyyən şəxslər tərəfindən idarə olunur. Bu çox böyük bir biznesdir. Ancaq xalqımıza ən böyük zərər vuran, xərcə salan, borca məcbur edən də bu qəbir daşı ənənəsidir. Sadə və adi daşdan yox, yalnız bahalı mərmərdən daş qoymağı təbii ki, ləğv etmək vacibdir. Bunun qarşısı hökmən alınmalı, standart qəbir daşları olmalıdır. Bütün vətəndaşlar üçün